Hər birinizi salamlayıram dəyərli 5-cilər. Bugün Azərbaycan dili fənnindən mövzumuz mətn üzrə iş olacaq. Dərsimizin planı göstərilən qaydada qurulmuşdur. Motivasiya, tədqiqat sualı, mətnin təqdimatı və söz ehtiyatı. Əziz şagirdlər, belə bir sualla sizə müraciət etmək istəyirəm. Hər şey gözəldir həyatda. Sən bu gözəlliyi anlaya, duya bilsən. İfadəsini necə başa düşürsünüz? Bəli, əziz şagirdlər, əslində hər şey bizim ona baxdığımız göz necədirsə, bizə elə də görünür. Biz bir şeyə müsbət yanaşsaq və onun doğrudan da gözəl olduğuna inanaraq baxsaq, doğrudan da biz ondakı gözəlliyin fərqinə vararıq. Əslində bizim baxdığımız hər bir şeydə, bizim etdiyimiz hər bir əməldə müəyyən gözəllik var. Sadəcə biz onu fərqinə vara və duya bilmirik. Əgər bunu duysaq, bunun fərqinə varsaq, həyatın doğrudan da çox gözəl bir yer olduğunu başa düşərik. Əziz şagirdlər, bəs xoşbəxtlik nədir? Xoşbəxtlik haqqında nə deyə bilərsiniz? Bəli, mən əminəm ki, bir çoxunuz xoşbəxtliyi yaxşı oxumaqda, bir çoxunuz valideynlərinizlə gözəl gün keçirməkdə, bir çoxunuz kitab oxumaqda, boş zamanlarınızın olmasında görürsünüz və siz buna fərqli cavablar da verə bilərsiniz. Deməli, xoşbəxtlik hər kəsə görə şəxsi bir anlam daşıyır. Birinə görə xoşbəxtliyin təminatı olan bir şey, digərinə görə fərqli bir məna verə bilər. Yenə də təkrarlayırıq ki, hər şey bizim ona baxdığımız gözdən asılıdır. Əziz şagirdlər, bugünkü mətnimizdə məsələ xoşbəxtlik mətnidir. Bu mətndə yoxsul bir daşyonanın başına gələn bir hadisədən bəhs olunur. O, həyatından narazıdır. Hamıdan çox işləyir, lakin qazancının az olduğunu düşünür. Bu zaman onun yardımına çatan bir mələk ona varlı olacaqsan deyir və daşyonan dönüb varlı bir adam olur. Lakin bir neçə gündən sonra günəş şəfəq saçır. Yer üzü od tutub yanır və bu varlı daşyonansa özünə yer tapa bilmir. Günəşin ondan daha güclü olduğunu düşünür. Buna görə də günəş olmaq istəyirəm deyir. Mələk onu bu dəfə də günəşə döndərir. Daha sonra günəş öz şüalarını yerə səpərkən bir bulud gəlib onun qarşısına çıxır və bu zaman günəşin şəfəqləri artıq yerə çatmır. O, buludun daha güclü olduğunu düşünüb bulud olmaq istəyir. Biraz sonra bulud yağışa dönür. Yağış torpağa, çaylara axır. Çayların suyu artır, evləri, tarlaları su basır. Lakin su qayaya heç nə edə bilmir. Bulud əsəbləşərək, qaya məndən güclüdür, mən qaya olmaq istəyirəm deyir. Mələk bu dəfə də onu qayaya çevirir. Qaya dörd bir tərəfə nəzər salıb öz əzəmətindən həzz alır. Amma bu da çox çəkmir. Bir daşyonan əlində külüngi ilə gəlib daş parçalarını qoparmağa çalışır. Bu zaman daşyonan özü də başa düşür ki, əslində onun işi elə onun xoşbəxtliyi imiş. Sadəcə o işinə nankor, hərdəm xəyal yanaşır. Bəli, əziz şagirdlər, mətnimizin sonunda mələk yenidən daşyonanı qayadan insana çevirir. Mətnin daha ətraflı məzmunu ilə dərsliyinizdən tanış ola bilərsiniz.